Tez bir zamanda və az bir xərc ilə yeni bir produkt və ya layihə test etmək istəyirsən, bunu necə eləmək olar? Mən bu videoda ətraflı şəkildə bunu necə eləmək lazımdır, bunun yolları haqqında məlumat verəcəm. İlk öncə demək istəyirəm ki, çox uzun müddət bazarı analiz eləmək, analitik paralişə qapanmaq lazım deyil. Ancaq analiz onu soruş, burada analiz elə onu oxu və vaxtını uzat. Bu yanlışdır. İlk öncə sənin hansısa bir sahə üzrə ən xoşladığın sahəni seçirsən, hansı sahəyə ki, sənin həvəsin var. Sən xoşbəxt halda bu sahəni öyrənə bilərsən, bu sahədə praktika apara bilərsən. Bu sahəni seçdikdən sonra isə sən bir nəzəriyyə fikirləşməlisən. Misal üçün, satış sahəsində süni intellektdən istifadə edərək falan bir sistem qurmaq olar, satışı daha çoxaltmaq üçün və bunu yoxlamaq üçün isə minimum az bir vaxtda uzun müddətli bir produkt yaradırsan. Yəni ki, az bir xərc ilə tez zamanda bir produkt yaradırsan və test etməyə başlayırsan. İlk öncə öz yaxınlarından, ətrafında, dost tanış, iş yoldaşların və sosial şəbəkələr üzərində maksimal dərəcədə insanların rəyinə baxmağa çalışmalısan. Yəni hansı rəy, hansı sənə obratlı svязь verilir? Yəni nə deyirlər? Səndən bu produkt və ya layihə haqqında kimsə soruşur, maraqlanır və bu araşdırmanın əsasında əgər sən bir həftə ərzində stabil hər gün 3 ya 5 zakaz götürsən, müştərin olsa, sən bu nəzəriyyəni daha da böyüdüb startup halına gətirə bilərsən və bir proyekt olaraq üstündə işləyib böyüdə bilərsən. Əgər sən görsən ki, sənin yaratdığın layihə və ya produktdan istifadə eləmək istəmirlər, sadəcə olaraq həmin sahədə, sevdiyin və pul gətirən sahədə, o sahə ki, insanların ona ehtiyacı var və yüksək şəkildə inkişaf edən sahə olsun və xoşuna gələn sahə olsun. Çox nəzəriyyələr var və bu nəzəriyyənin işləməyini ilk öncə mini bir produkt ilə tez bir hazırlanan produkt yoxlayırsan və insanların rəyinə baxırsan. Əgər rəyi varsa, stabil bu produktu daha da yüksək səviyyə çatdırıb satışa buraxmaq olar. Əgər yoxdursa, qayıdırsan yenidən nəzəriyyənə, hansısa bir sahə üzrə nəzəriyyəni dəyişirsən və yenidən bilirsən. Və produktu yaradanda minimum tez bir zamanda olmalıdır. Çox uzun müddət produkt yaratmaq olmaz və produktu ideal bir vəziyyətdə yaratmağa çalışmayın. Maksimal dərəcədə tez və işlək bir produkt yaradın və yoxlayın. Bunu əgər görsəniz ki, bu produktda insanlar almaq istəyir və istifadə eləmək istəyir, bu produktu sonra isə ideallaşdıra bilərsiniz.